Əgər bu 5 xüsusiyyətdən üçü sizdə varsa, təbrik edirəm, populyar kültür kürəsiniz. Birincisi, hər hansı bir serial filmdir və bu serial filmin sonuncu seriyası, sonuncu bölümü trend olub, amma siz digər ikisini izləməmisiniz. Sırf trenddir deyə gedib üçüncüsünü izləyirsiniz və bunu çəkib paylaşırsınız. Yəni bu sizin izlədiyiniz janr deyil. Sizin bu janr haqqında heç bir məlumatınız yoxdur. Sadəcə trendə düşüb deyə mütləq gedib izləməlisiniz. Bunu paylaşmalısınız ki, mən də getdim, izlədim, mənim də xəbərim var. Çox mənasız bir şeydir. Yəni bu populyar kültür köləliyinin birinci göstəricisidir. İkincisi, hər hansı bir dizayn dəbə düşür. Tutalım, bu il xallı, qaruşqalı dizayn dəbdə idi. Onun dırnağına elətdirdilər. Yubkasını, koftasını, ayaqqabısını, hər şeyini geyindilər. Niyə? Yəni, sənin zövqün deyilsə bu. Sən bunu niyə geyinirsən sırf dəbdir deyə? Sonra old money dəbi. Yəni, bu dəbdir. Trendə düşdü. Amma bu sənin tərzin deyilsə, sən niyə bunu geyinirsən axı? Üstündə əmanət kimi qalır. Eləmə belə bir şey. Dırnaq düzəltdirmək olsun. Yəni, məsələn, mən dırnaq düzəltdirməyi sevmirəm. Niyə? Çünki mən özümü rahat istəmirəm dırnaqla. Mən deyirlər, niyə dırnaq eləmirsən ki? Dırnaq eləmək dəbdədir. Sonra dırnaq eləmək dəbdən düşdü. Mən dedim, azən dəbdən uyğun gəlsən, dırnaq elətdirmirsən. Mən heç eləməmişəm də, yəni dırnaq. Bu dəbdir, dəbdən düşdü deyə yox. Yəni, insan özünü necə rahat istəyirsə elə eləməlidir və kimsə eləmirsə bunu, dəbə uyğun getmirsə, deməyin ki, sən trendləri izləmirsən. İnsan trendləri izləyir, onun nə xoş olursa onu eləyir. Bu mənə xoş deyilsə, mən bunu eləmirəm. Baxışlar, o sözlər lazım deyil. Üçüncüsü, bir müğənni gəlir, bir festival keçirilir. Sən orada çıxış edən müğənnilərin, onların mahnılarını tanımırsan, bilmirsən. Amma sırf gəliblər deyə, məşhurdular deyə, sənin o konsertdə bir şəklin olsun deyə o konsertə getmək. Dəhşət. Yəni, soruşsan ki, bu adam kimdir? Bir dənə mahnısını denən. Deyəcəm, bilmirəm. Amma konsertə gedib. Dreamfestə gedən insanlar. Ola bilər ki, kiminsə zövqüdür. Onlara bir şey deyim. Amma sırf şəklə görə gedən. Yəni, Roza Zərgərlinin mahnısına qulaq asan insanlar. Aman Allahım, mən çatmır da onlar. O konsert əyləncə yeri deyil də. Roza Zərgərlinin mahnısı ilə necə sən opam düşə bilərsən? Sən sadəcə konsert kimi gedə bilərsən. Demək ki, mən əylənməyə gedirəm ora. Yox. Yəni, bu sadəcə populyar kültür köləsinin elədiyi hərəkətlərdən biri. Dördüncüsü, hər hansı bir məşhur, nə bilim, bir influencer olsun, bir məhsul işlədib deyə. Yəni, lazım oldu, olmadı. Onun üzünə düşdü, düşmədi o məhsul alan insanlar. Mənə qətiyyən çatmır. Bu məhsul sənin üzünə düşmürsə, sən bunu almamalısan. Yəni, markaların içəriyinə uyğun, inqrediyentlərinə uyğun sən onu alıb istifadə etməlisən. Bu sənin üzünə uyğun deyilsə,